Şükürlər olsun sənə ya Rəbb. Bu gün üçün ata sənin qarşıma gəlirəm və dua edirəm. Bilirəm ki ata, zirvələrdə asılı qalsam da, sən mənim Allahımsan. Ya Rəbb, nə qədər quyular dərin olsa da, sən Rəbbim olduğunu unutturmursan mənə ya Rəbb. Göstərirsən, sən mənim Rəbbimsən, sən mənim qurtarıcımsan. İnanıram ya Rəbb, bəyan edirəm. Hər hansı bir çətinlikdə mənim hazırki köməyim sənsən. İsa Məsih adı ilə ya Rəbb, sənə şükürlər edirəm. Daimi və daimi sənin gözəlliklərini gördükcə. Ya Rəbb, sözünün əyağıma çıraq olduğunu, yolumu işıqlandırdığını, qaranlıqdan məni çıxartdığına tam əminliklə inanıram. İşlərim doğru getməsə də ya Rəbb, yenə də sənə güvənirəm. Çünki güvənc yerim sənsən ya Rəbb. Işıqlandıran, qaranlıqlardan məni azad edən, yeganə güc sahibi sənsən. Ya Rəbb, sən məni seçdin, sən mənə həyat verdin, sən mənə yaşam verdin. Canlandırdın o hüceyrələrim ki, tamamilə ölmüşdü. Ancaq sən gəldin ya Rəbb. Sənin gəlişin mənim həyatımın hər bir vəziyyətini tamamilə dəyişdirdi. Sənin sözlərin elə bir hökmlə mənim həyatıma gəlir ki, sənin sözlərim mənim həyatımın hər bir sahəsini işıqlandırır. Səninlə görüşmək, ya Rəbb, sənindən xeyir dua almaq deməkdir. Səninlə görüşdükcə mənim surətim dəyişilir ya Rəbb. Ya Rəbb, minnətdaram sənə. Həqiqət ruhunu mənim içimə, mənim daxilimə tökdüyün üçün, bütün beynimi, düşüncəmi dünyadan ayırdığın üçün, həqiqəti, doğru yolu mənim həyatımda tam təmin etdiyin üçün sənə minnətdaram. Bəyan edirəm sənin sözlərini. Ya Rəbb, bəzən heç danışmaq belə istəmirəm. Sənin qarşında sükut içində dayanmaq və sənin sözlərini, kəlamlarını tam bəyan etmək istəyirəm ya Rəbb. Dünya eşitsin, dünya uyansın, uyanış alsın. Çünki bu yazılar bir qərardır. Elə bir qərar ki, ya Rəbb, o məhkəmələrdən, o kürsülərdən səni çıxarda bilir, ya Rəbb. Şükürlər olsun, ya Rəbb. Qoy hər bir bacı qardaşım bu qərarlarda yaşamağı öyrənə bilsin. Sən göstərirsən, ya Rəbb. Gələcəyimi belə mənə göstərirsən, necə yaşamağımı belə mənə göstərirsən. Həqiqət, insanın həyat qazandığı bir yoldur, yeganə yoldur. Bu yol ancaq səni tanımaqla, sənin tərəfindən həyatımızda təsdiqlənir. Hər gün bir boy qalxmağı bacarırıq, hər gün yetişməyi bacarırıq, çal qalmırıq. Ya Rəbb, balaca qalmırıq, ya Rəbb. Gündən günə böyüməyə başlayırıq, ya Rəbb, sənin kəlamın vasitəsilə. Sənin gözəlliyin, ya Rəbb, bizi hər gün və hər gün bizi bir boy qaldırır. Ya Rəbb, sən ikinci dəfə ata, ana bətnə girib qurtuluşunu sən bizə verdin, ya Rəbb. Sən bizi yenidən doğuzdurdun, yeni həyat, yeni yaşam verdin. Bu yaşam elə belə deyil, ya Rəbb. Bu yaşam bizi həyata qaytaran, bizi qüvvətləndirən, bizi hər gün, hər saat, hər saniyə uyadan, qurtuluş verən bir həyatdır, gündür, ya Rəbb. Minnətdarıq biz sənə, ya Rəbb. Sən hər gün və hər gün bizim ölmüş yerlərimizi təzədən sağaldırsan və bizi, ata, dirildirsən. Necə ki biz itmişdik, ya Rəbb, sən bizi o zibilin içindən çıxardırsan, tapırsan, ya Rəbb. Ya Rəbb, və sən bizi ölümdən həyata qaytarırsan. Həqiqətən, ya Rəbb, bizim
yolumuz, yol xəritəmiz, taleyimiz yaxşıya doğru dəyişməyə başladı. Haçan ki biz səni qucaqlayırıq. Daha doğrusu ata, sənə güvəndikcə ya Rəbb, sən bizi şeytanın bütün işlərindən azad edirsən və bizə elə bir güc verirsən ki, biz həqiqətən şeytana imtina edə bilirik. Çünki sən günahdan və ölümdən bizi azad etdin. Artıq biz azadıq ya Rəbb. Qaranlıq krallığından biz azad olduq. Uğursuzluqdan, utancıqlıqdan, məğlubiyyətdən, xəstəlikdən, yoxsulluqdan, gücsüzlükdən, qorxu və ölüm həyat tərzindən biz xilas olduq ya Rəbb sənin vasitənlə, sənin gördüyün iş vasitəsilə. Biz sənin vasitənlə tapıldıq və təzədən yaradıldıq. Ya Rəbb sən şükürlər olsun, sənin vasitənlə biz lənətləri tamamilə öz üzərimizdən götürməyi bacara bildik. Sənin isminlə. Biz lüt və həssiz yaxşılıq həyat tərzinə qərq ola bildik. Ya Rəbb, həqiqətən də bir zamanlar biz heç bir şeyə layiq deyildik, ya Rəbb. Ancaq sən gəldin, ata. Sənin gəlişin, ya Rəbb, bizi təzədən həyata qovuşdurdu. Qoy hər zaman, hər bir bacı qardaşım sevinsin, şad olsun. Minnətdarıq biz sənə, ya Rəbb. Həyatımızın hər bir sahəsi fövqələ tabiyi, yüksəlişə şahid olsun, ya Rəbb. Qoy hər gün sənin xeyirduaların yenidən görüb biz onları yaşaya bilək. Qoy hər günümüz yeni, dəyərli bir gün olsun. Sənin ismində, sənin adında, ya Rəbb. Çünki bu günləri sən bizə yarattın, ya Rəbb. Qoy heç bir səhvimiz bizi sənin huzurundan uzaqlaşdıra bilməsin. Hər zaman və hər zaman sənin gözəlliyin qoy bizim həyatımızın hər bir sahəsini tamamilə doldura bilsin. Ya Rəbb, qoy bizim üzərimizdə nə qədər ittihamlar varsa, o ittihamların tamamlandığına tam əmin ola bilək. Ya Rəbb, bütün hisslərimiz dünyadan azad olsun. İnamla sənin xilasını öz həyatımızda bərqərar edə bilək, ya Rəbb. Minnətdarıq biz sənə, ya Rəbb. Ya Rəbb, sən balığın qarnında. Ya Rəbb, sobalarda belə. Ya Rəbb, məzarlarda belə bizi o yerdən azad edə bilənsən. Ya Rəbb, bəlkə bizim həyatımız həqiqətən də ata, bəzən balığın qarnında görünür, bəzən quyularda görünür. Ancaq sən ata bunların hamısını və hamısını bizim həyatımızdan götürə bilən yeganə atasan. Ya Rəbb, dünən sən necə idinsə, bu gün də eynisən. Ya Rəbb, bizi tərk etmirsən. Bizi hər gün bir boy qaldırırsan. Bizə həyatını bəxş edirsən. Bizi çevirirsən köhnəlikdən yeniliyə doğru. Ya Rəbb, ya Rəbb, sənə bağlı olduqca ata. Ya Rəbb, biz həqiqətən də ata, fəaliyyətdə olan planın içində özümüzü görə bilirik. Bəlkə də bizim həyatımız həmişə əyləncəli görünə bilməz. Ya Rəbb, ancaq sənin mükafatın daimi və daimi bizi tərk etmir. Ya Rəbb, qoy hər birimiz bu vəziyyətdən yan keçməyək. Sənin ismində, sənin adında, sənin gözəlliyində. Minnətdarıq biz sənə, ya Rəbb. Bizdə olduğun üçün, bizi qurtardığın üçün. Harda olmağımıza baxmayaraq, harda yaşamağımıza baxmayaraq, sən bizimləsən. Sənin mərhəmətin hər gün həyatımızda yenilənir. Yıxılsaq da, yerdə qalsaq da, ya Rəbb, sən bizi qaldırırsan. Həqiqətən də sənin mərhəmətinlə, sənin lütfünlə biz ayağa qalxa bilirik. Qoy heç bir səhv bizi səndən uzaqlaşdırmasın.
İsa Mesih'in isminde ve adında. Amin, amin, amin.